bəzi hallarda mən sizlə razıyam, o momentləri yəni görməlidirlər, başa düşməlidirlər. O siz nəyə bənzəyir? Bir kişilərin özləri məsəl üçün bu əsgərlik momentləri olurdu, hansı ki gedirlər, əsgərliklərini çəkirlər. Əslində onu gedib görəndən sonra bəzi şeylərin qiymətini bilirlər. Qədrini bilirsən ki, ayda bu beləymiş. Həm də fikir verirsiniz, oradan qayıdan gənclər belə fərqli, başqa cürə qayıdırlar. Hə, başqa cürə qayıdırlar. Əslində mən sizə deyim ki, düzdür, qadınları əskəriyə yox, amma o tipli nəsə bir şey olsaydı, onlarda da nəsə biraz fərqlilik yaradardı. Yəni həqiqətən adamı oyadır sanki. Mən özümdən də götürürəm, özümdən deyirəm, yəni başqa adamın bir şeyini demirəm, təcrübəsini özümdə deyirəm, yəni ki, nə qədər fərqlilik yaratdı məndə. Mən başladım o evdə arada bir belə deyim də yatdığım yerin üstünü bağlamırdım. Onun şeyini gördüm də, onun o acısını hiss elədim ki, ayda gör mənim anam bunu eləyirdi, neçə il mən eləmirəm. Mən indi onu başa düşdüm orada ki, bu necə şeydə, nə qədər bu mənim, neçə illərdir bu əziyyətini çəkir bunun. Gör bu nə deməkdir? Bəzi qadınlar deyir ki, bizdə pajizniyə armiyadır. Pajizniyə armiya. Yox, əslində mən o məsələni toxunmaq istəyirdim. Bax, məsəl üçün, qadının özü də gedəndə, siz demiş, ömürlük belə deyim də, hərbiyə elə bil gedir, ailə həyatını qurur. Amma düzdür, indi bu dəqiqə ömürlük deyil o. Daha az eləyirlər, istədikləri vaxtı dəyişə bilirlər. Bilirsiniz, mən əslində orada uyğunsuzluq məsələsinə toxunmaq istəyirəm. Baxın, sizdə olubmu məsəl üçün də kimisə görmüsünüz? Yəni evlənmək üzrədirlər, artıq evlənmək üzrədir. Deyirsiniz, yox, bunlar uyğun deyil. Bunlar da alınmayacaq. Olub elə bir şey? Olub. Çox olub. Demişsiniz özlərinə mi? Qabaqcadan da demişəm ki, sizdə heç nə alınmayacaq. Siz əgər düşüncələrinizi dəyişməsiniz, egoist olurlar. İkisi də egoist olurlar və ikisi də istəyir o birisini düzəltsinlər. Bir-birini düzəltmək istəyirlər. Heç kim öz üzərində işləmək istəmir. Yəni bunu başa düşmürlər. İstəmirlər bir yana, başa düşmürlər ki, bu problem yaranırsa günah məndədir. Bunu başa düşmək istəmirlər. Həmişə günahı başqasında görürlər. Və ona görə də orada heç vaxt uyğunluq olmayacaq. Başa salmağa çalışıram ki, ay balam, bax Allah sizi görüşdürübsə, elə belə görüşdürməyib. Yəni Allahın heç bir şeydə təsadüf olmur. Təsadüf olmur. Hər şey öz qanununa uyğunluğudur. Bizim qanunlarımıza yox. Onun öz qanununa uyğun olur hər şey. O bilir kimin sənin qabağına gətirib və nəyə görə bu çıxıb sənin qabağına. Və nəyə öyrənməlisən? Nəyə öyrənməlisən? Biz sualı düz vermirik həyatda. Biz bütün insanları başımıza nə gəlirsə, hamısı bizim müəllimlərimizdir. Və biz sualları verməliyik ki, nə üçün bu gəlib? Bu mənə nə öyrədir? Ancaq bizim sualımız nə olur? Nə olur? Zачем? Zачем? Почему он пришел в мою жизнь? Почему? Nə üçün mənə gəlib bu insan? Başlayırıq günahı onda axtarmağa. Ancaq başa düşəndə ki, bu müəllim gəlibsə, mən şagirdəm. Mənim səhvim hardadır? Mən nə öyrənməliyəm? Hamı bir-birinə müəllim kimi gəlir. Müəllim hamısı. Даже elə bir deyim var. İslamda düzdür, yoxdur. Budizmdə var. Deizmdə var. Ruhlar aləmində görüşür. Və ruhun biri deyir ki, məni Allah Taala dünyaya göndərir. Səhvlərimi düzəltmək üçün. Mən sevməyi və bağışlamağı öyrənməmişəm. Kim mənə kömək eləyər? Ruhun biri deyir ki, mən sənin anan olacam. Çox qəddar olacam. Ancaq sən məni sevməyi, bağışlamağı öyrənəcəksən. O birisi ruh deyir, mən sənin yoldaşın olacam. Sənə xəyanət eləyəcəm, incidəcəm, qədrini bilməyəcəm. Sən sevməyi, bağışlamağı öyrənəcəksən. Üçüncü ruh deyir, mən sənin evladın olacam. Ömrü mənə sərf eləyəcəksən, mən nankör çıxacam. Sən sevməyi, bağışlamağı öyrənəcəksən. Hərəni öz vaxtında Allah Taala yer kürəsinə göndərir. O ruhların tərbiyəsi üçün. O ruhlar öz dərslərin keçməsi üçün. Və biz həyatda deyəndə ki, bu nə üçün mənim qabağıma çıxıb?